Salam əziz kitab sevərlər, bugün yenə sizlərlə birlikdəyik. Hər birinizi salamlayıram. Bugünkü videomda bir təhlil videosudur, lakin digər təhlillərdən fərqli olaraq istək üzərində qurulmayıb, sadəcə içindən gəldiyi üçün çəkirəm. Və bu təhlil Qaraqanın 2-ci addım kitabının təhlilidir. Bu kitabı əslində mən tam oxuyub qurtarmamışam və oxumağı da planlaşdırmıram, çünki kitab məni bir çox şübhələrə saldı. Yəni, mənə psixoloji cəhətdən həqiqətən çox təsir etdi. Burada elmi əsaslarla elə bir qənaətə gəlir ki, sanki Allah yoxmuş kimi və bu mənim içimdə həqiqətən çox şübhələr yaratdı və mən də namaz qıldığım üçün, oruç tutduğum, qədr gecələr tutduğum üçün, belə bir şey mənim üçün çox gözlənilməz bir hadisə oldu və bu mənim içimdə hal-hazırda bəzi şübhələr var. Məsələn, burada deyir ki, ilk məscidlər üzü Petraya tərəf olub. Bu o deməkdir ki, Məkkə deyə bir şəhər çox da qədimdən bəri olmayıb və burada başqa bir epizod deyim. Məsələn, xristiyanların müqəddəs kitabı olan İncildən misal gətirir. Burada deyir ki, İncildə məsəl üçün deyilir ki, İsa Peyğəmbər bacısı qadın olan Məryəmdən doğulub və 25 dekabrda doğulub, uşaq vaxtı doğulan kimi danışmağa başlayıb. Burada Hindistan Allahı olan Krishnaya da aid edilir. Sonra Yunan Allahına da, Misir Allahına da, Roma Allahına da eyni hadisələrlə qarşılaşdırır. Bu o deməkdir ki, xristiyanlıq dini qədim Babil miflərindən, qədim Şumer miflərindən, Şumer əhvalatlarından ümumiləşdirilib, qısaldılıb, xristiyan dini ortaya çıxıb. Bu deməkdir ki, xristiyan dinini İsa Peyğəmbəri Allah tərəfindən yox, insanlar tərəfindən uydurma bir şeydir. Və sonra da İslama da bunu aid edir və burada da yenədən deyir ki, məscidlər hamısı üzü Petraya tərəf olur. Məsələn, burada bir neçə məscidin adını çəkir. Məsələn, Üməyyət məscidi İraqda yerləşir. Üzü qiblədən 800 km aralıda olan Petra şəhərinə durur. Yəni, qibləsi Məkkəyə olmalı ikən o Petra tərəfə qurulub və fikirləşir ki, deyək ki, məsəl üçün, burada bəndələrin səhvliyi olub. Bir neçə məsciddə bu görünür. Yəni, səhv ola bilər bir məsciddə, 2 məscidin tikilməsində. Bu artıq bir neçə məsciddə özünü göstərir və ərəblər mahir bəndələr olublar. Ona görə də belə bir səhv etmələri mümkün deyil. Sonra Vasit məscidi üzü Petra şəhərinə, məşhur Kufa məscidi, qibləsi Petra şəhəri, Füstat məscidi, yenə qibləsi Petra və bir neçə bunun kimi məscidlər var və mənə kitab həqiqətən psixoloji cəhətdən təsir etdi və necə deyim, kitab mənim içərimdə bəzi şübhələr yaratdı. Ona görə kitabın arxasını oxumaq istəmirəm. Qorxuram ki, bəlkə məni dindən çıxarda bilər, Allah uzaq eləsin. Lakin kitab əslində maraqlı kitabdır. Bəzi bilgilendirici hissələri də var və kitabı necə deyim, çox da məncə meyil göstərməyin oxumağa. Çünki əgər sizin imanınız, dininiz biraz çox da möhkəm deyilsə, biraz zəifdirsə, həmən qırıla bilər və ona görə kitab biraz ağır kitabdır və psixoloji cəhətdən insanlara təsir edən bir kitabdır. Lakin içərisində bəzi bilgilendirici hadisələr də vardır. Mənim bugünkü videom bu qədərdir dostlar. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.